Bismillahirrahmanirrahim. وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون. يبلغ مدحته القائلون ولا يحصى نعماءه العادون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوص الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وأكرم من المعصومين المنتجبين. اللهم لعن قتلة الحسين وقاتليهم وأصحابهم وناصريهم ومحبيهم والساكتين عن لعنه بغير تقية إلى يوم القيامة. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي والسلام عليكم ورحمة الله وبركاته. Aleyküm selam. Benim güzel ağam, seyyidim, sərbərim, Hamısın seyyidim. möhtərəm danışdı, çox gözəl danışdı. Allah şahiddir ki, tam səmimiyyətlə deyirəm ki, qətiyyən ehtiyac yox idi danışmağa. İstifadə elədim məhzərindən. Allah onu vücudun bir bəla eləsin. Və qardaşımız Hacı qardaşdan üzr istəyirəm, Seyyiddən üzr istəyirəm ki, onların məhzərində danışıram. Genə də deyirəm ha, həqiqətən ki, onlar elə danışdılar. Ya bari dediğim sakitliği korusunlardı. Ehtiyac yox idi, amma siz əmr edirsiniz, mən də itaat eləməliyəm. Bir dənə hədis deyərəm, dəftərdə də qoydum oradakı da artıq danışmayayım, ehtiyac olmasın. İnşallah bir dənə hədis deyərəm ətrafında, biraz danışarıq. Sizi də vaxtınızı çox almarıq inşallah. Peyğəmbər Əkrəm buyurur, qiyamət günü la təzulu qədəma əbdin yawməl qiyaməti hətta yüsəlu ən ərbə'a. Qiyamət günü insan 4 suala cavab verməyincə yerindən bir addım belə ata bilməyəcək. Gərək bu 4 suala cavab versin ki, ondan sonraki etaplar başlasın, sorgu-sual etapları və s. ki, ayırt olunsun ki, bunun aqibəti haradır, cənnətdə ola, ya cəhənnəm ola, ya indi biləxərə. Bu 4 dənə suala gərək cavab versin. Bu 4 sualın cavabını verməsə, yerindən tərpədə bilməyəcəklər, tərpənməyəcək yerindən. Birinci sual budur, ən umrihi. Sualın birincisi budur ki, onun ömründən soruşacaqlar. Çox gözəl, yerli bir mövzuya işarə edib Seyyid bayaqdan Əmr Biməruf və Nəhyəz Münkər ki, onun deyərdim elə bir 70%-in 80% bu ömür məsələsinin içindədir bunların hamısı. Ki, Peyğəmbər Əkrəm buyurur, bunun birincisi ömründən soruşacaqlar. Allah Teala ki, bu ömrü sənə vermişdir. O qanunlar çərçivəsində bu ömrü yaşadın, ya o ömrü necə lazım idi, necə gəldi istifadə elədin yoxsa? Əmirəl-Müminin buyurur, Rəhiməllah imrəən əlmə min eyn fi eyn ilə eyn.
Allah rəhmət eləsin o kişiyə ki, başa düşür hardan gəlib, hardadır və hara gedəcək. Bu üç sualın içində ömrün mənası yatır. Ömrü niyə yaşamalısan, nə üçün yaşamalısan? Bu üç sualın içindədir. Xudavənd Mütəal Qur'anda buyurur: "Yawmə la yenfə'u malun və la bənun illə mən ətəllahu bi qəlbin səlim." Qiyamət günü nə mal fayda verər, nə övlad fayda verər, yalnız və yalnız sağlam qəlb. Ki bu ömrün içində əgər bu sağlam qəlbi ələ gətirməyi bacarmısansa ki, qiyamətdə də işin yaxşı olacaq, vəziyyətin əla olacaq. Bəs ömr bu çox dəqiq və diqqətli bir məsələdir ki, Allah Teala ki, bu ömrü hədiyyə edib bizə, bu sərmayəni ki, inayət edib bizə, başa düşülməlidir. Nə üçün yaşayıram, hədəfim nədir və necə yaşamalıyam? Əl-Haqqə surəsində ayələr var, başqa surələrdə ayələr var, qiyamət haqqında ayələr var ki, insana Allah Teala başa salır orada ki, bir ömür yaşayırsan ki, onu qiyamət günü bir göz qırpımı boyda bir hərəkətin ola, zərrə boyda bir əməlin ola, bunların hamısına görə Allaha cavab verəcəksən. Yawmə izin tu'razunə la təxfa ənkum xafiyyə. Həmən gün sizi çağıracaqlar və heç nə gizdində qalmayacaq. Hər bir şeyin üstü açılacaq. Diqqət edirik bu məsələyə. Bir hadisəni deyim, ayəni davam edərəm. Bir ərəb gəldi Peyğəmbərin yanına, dedi: "Ya Rasulallah, mən ki uzaqda yaşayıram, bədəviymiş, bədəvi ərəblərdən idi. Mən ki uzaqda yaşayıram və səni həmişə də görə bilmirəm, nəsihətlərimi də həmişə eşidə bilmirəm." Bu nəsihət çox mühüm məsələdir ya. Nəsihətlər, muizələr, cümə xutbələri və s. İnsanlar gərək iştirak eləsinlər, labüddür. Heç olmasa həftədə bir dəfə insan gərək bu ilahi nəsihətləri eşitsin ki, şeytan başqa vəsvəsələri ilə insanı qəflətə çəkməsin. Qəflət olmasa günah olmur. Bir mənbər burada danışmışdır. Bütün günahların səbəbi qəflətdəndir, unutqanlıq ucbatındandır. Amma muizələr təkrarlandıqca, çünki muizə insanın qəlbini dirildir və insan həmin günahlardan uzaqlaşır. Bu Peyğəmbərə dedi ki, "Ya Rasulallah, mən ki uzaqda yaşayıram, mən ki sənin məhzərivə yetişə bilmirəm və nəsihətlərimi eşidə bilmirəm, mənə elə bir dənə nəsihət öyrət, elə bir nəsihət ver mənə, bu mənim canımda təsiri çox uzun müddətli olsun." Axı tez-tez ki, gələ bilmirəm yanıma. İndi bir insanı Peyğəmbər özü ala onun qarşısına nəsihət verə, onun nəfəsində də xüsusi bir təsir var. Peyğəmbər Əkrəm nəsihət eləməyə başladı buna. Zəlzələ surəsini oxumağa başladı. Ki, İzâ zulzilətil Bismillahirrahmanirrahim, İzâ zulzilətil ərzü zilzâləha ta axıra qədər. Ki, yer titrəməyə başlayar bir dəfəlik titrəmə ilə, lərzə düşər yerin canına. Və öz ağırlıqları yer atar bayra, yəni meyyitləri atar bayra. İnsan deyər, ilahi, bu yerə nə olub belə? Həmin gün yer öz xəbərlərini çatdırar Allaha. Yəni yer nə xəbər verər Allaha? Yer xəbər verər, şahidlərdən biri də yer. Ki, filan kəs mənim üstümdə filan işləri gördü. Yer bu xəbər verir Allaha. Ki, bu işi də Allahın vəhyi ilə yerinə yetirib, ənə Rəbbəkə o halaha. Və sonra həmin gün insanlar sırayla düzülərlər, öz əməllərinə tamaşa eləməyə. Hər kəsin zərrə boyda, yəni molekul boyda xeyir bir əməli olsa, onu da göstərəcəklər ona. Hər kəsin zərrə boyda pis bir əməl olsa, onu da göstərəcəklər ona. Bu ayələri oxudu Peyğəmbər olacaq. Bu sözləri işitdi, bu ərəb təşəkkür edir Peyğəmbər, qayətdə də. Peyğəmbər onun arxasıca, həmən ərəb üçün dedi ki, rəca'a fəqihən. Bu alim şəkildə, alim vəziyyətdə qayıtdı dala. Alim olan halda qayıtdı dala. Yəni bu adam da dərk elədi ki, bu Allah Taala'nın huzurunda elədikləri hər bir əmələ görə cavab verəcək. Ona görə Əl-Haqqə surəsində deyir, "Yawmə izin tu'razunə la təxfa minkum xafiyyə." Həmən gün sizin hamınızı çağıracaqlar və heç nə gizdində qalmayacaq, hər bir şeyin üstü açılacaq.
Və əmmə mən utiyə kitabəhu biyəminihi fəyəqulu haum uqra'u kitabiyə. O insanın ki, əməl dəftəri ona sağ tərəfindən veriləcək, sevinclə qışqıracaq ki, gəlin mənim kitabımı oxuyun. İnni zənəntu ənni mulaqin hesabiyyə. Çünki mən dünyada yaşayarkən anlamışdım ki, bir gün gələcək Allaha hesab verəcəm. Fəhvə fiyyə ayşətən raziyyə. O çox bir xoşnutluq içində olacaq, rizayət içində olacaq, öz halından xoşhal olacaq. Qutufuha daniyə. Cənnətin bütün neymətləri onun huzurunda olacaq. Kulu vəşrəbu həniyən bima əsləftum fil əyyamil xaliyyə. Allah deyəcək ki, ye, iç, istədiyin qədər, da israf eləmə söhbəti də yoxdur. Ye, iç, istədiyin qədər, o günlərdə Allah istəyən kimi yaşadığına görə. Və əmmə mən utiyə kitabəhu bişimalihi. Və o adamın ki, əməl dəftəri ona sol tərəfdən veriləcək, şimaldan, arxadan veriləcək ona. Fəyəqulu ya leytəhə kanətil qadiyyə. Üzülsəm, fəyəqulu ya leytə ləm utə kitabiyyə və ləm ədri ma hisabiyyə. Kaş bu kitab mənə verilməyəydi və mən öz hesab kitabımı bilməyəydim. Ya leytəhə kanətil qadiyyə. Kaş ölüm əbədi olaydı. Ölüm əbədi olaydı. Baxız, biraz diqqət eləyək. Ölüm məsələsinə baxınız, ölüm çox şiddətli bir şeydir, düzdür? Ölümün elə həngaməsi böyük məsələdir. Qəbrin birinci gecəsi haqqında o qədər sözlər var, Çox ağır bir məsələdir. Amma gör, qiyamət nə qədər şiddətlidir ki, bu deyir, kaş ölüm həmişəlik olaydı. Yəni, ölüm qiyamətin yanında heç nədir? Ölüm kaş həmişəlik olaydı. Həzrəti İsa əleyhissalam hər bir peyğəmbər öz peyğəmbərliyin isbat eləməkdən ötürü möcüzələr göstərib. İsa peyğəmbərdən möcüzə göstərib. Quranda danışır da, mən quşun heykəlini düzəldirəm və onu üfürürəm, olur quş, karın körün gözünü açıram, ölü dirildirəm, evinizə nə yaparsınız, nə getirsiniz, xəbər verərəm sizə. Nə yemisiniz dünənləri, onu deyərəm sizə. İsa aleyhissalam möcüzələrdir. Amma inanmayanlar həmişə olub, qəlbində xəbasət olanlar həmişə olub və o dövründə də ən böyük xəbasətlə məşğul olanlar, xəbislər də elə kahinlər idilər. Ki o kahinlər deyirdilər ki, qəbirlər əvvəl bu cür dördür. Qəbirlər əvvəl otaq kimi sərdabə deyirik də. Deyirdi, bəlkə özünü aparmısan, birini uzatmısan orada. Ondan deyirsən ki, mən bunu dirildirəm. Gedək, qədim qəbirləri aç. İndiki qəbirlərdən idi olar. Qədim qəbirləri aç, birini dirilt, görək ki, doğrudan da ölü dirildirsən. İsa dedi, hər kimi istəsiz gedək. Bunlar dedilər, gedək Nuhun oğlunun qəbrini aç. Özü də belə yazırlar ki, özləri inanmırdılar, orada Nuhun oğlu dəfn olunub. O kahinlər inanmırdı. İndi cəmaat pul qazanmalıdır, dedilər də Nuhun oğludur. Özləri inanmırdı. Gəl onun qəbrini aç. Gəldilər, qəbri açdılar, qəbri qazdılar, kəfən hasıl oldu. Kəfən görsəndi, Həzrəti İsa əyildi qəbrin içinə, dedi, ey Sami ibn Nuh, Allahın izindən dur ayaq. Dur da ayaq. Hamısının gözünün qurğunda dur. Bunu niyə danışdım? Bir məsələ var, ona işarə eləmək istəyirəm. Bu Sam qəbirdən duranda, bunun qaşları, kiprikləri, saçları, saqqalı ağappaq idi. İsa aleyhissalam sual verir Sam'a, Sam, sən öləndə bu haldaydın, ağır sözlər deyə Allah. Özüm üçün deyirəm bunu ki, şiddət daxil olsun qəlbimə ki, əməllərimə diqqət edin, bu ömrü boş-boşuna yaşamayım. Ulan hamısı hesab kitabı var Allah. Dedi, sən öləndə bu cür idin, saçın, saqqalın, kipriyin, qaşın ağappaq idi, dedi, yox. Dedi, mən öləndə saçım, saqqalım, qaşım, kipriyim, hamısı qara idi. Amma ki, sən qışqırdın qəbrin içinə, ay Sami ibn Nuh, dur ayağa, elə bildim qiyamətdir. Qiyamətin qorxusundan bu hala düşdü. Mərifəti böyük adamlar bu cür. Qiyamət qorxusundan bu hala düşdü. Ona görə deyir, ya leyti hakanətil qadiyyə, kaş ölüm əbədi olaydı. Qiyamət var hesabı, nə ağırdır. Nə qədər ağırdır onun hesabı. Ki, insan bunları düşünsə, əgər
ki Əli əleyhissalamın hədisidir. Hər kəs qiyamət haqqında nə qədər çox düşünsə, nə qədər çox fikirləşsə, o qədər az günah edir və ömrü də faydalı olar, səmərəli olar. Odur Peyğəmbər Əkrəm buyurur, birinci sual ki veriləcək, o ömür haqqındadır. Çox özüm üçün deyirəm əlbəttə ya, ancaq özümə deyirəm bu sözü. Hamınız adi insanlarsınız inşallah. Sadəcə bəkdən dilində eşitirsiniz. Çox necə dəqiq bir məsələdir ki, biz yüngül tuturuq, mən yüngül tuturam. Peyğəmbər üçün nazil olur surə. Peyğəmbər deyir ki, saçımı, mənim başımı, saqqalımı müharibələr ağartmadı. Mənim saçımı qiyamət ayələri ağartdı. Mənim saçımı Hud surəsi ağartdı. Peyğəmbər deyirdi. Mərifəti çox yuxarıdır. Deyə bilərik günahsız bir şəxsdir, amma mərifəti çoxdur. Allahın rəhmətini örgəşmiş ancaq rəhməti ilə tanıyaq. İstəyirik ancaq rəhmi ilə Allahı təsəvvür edək. Amma Peyğəmbər bir Peyğəmbərdir. Allahın həm qəhharlığından xəbərdardır, həm rəhmətindən xəbərdardır. Həm əzəmətindən xəbərdardır, həm məğfirətindən xəbərdardır. Bunun mərifəti çox yüksək həddədir. O qədər yüngül tuturuq. Kəhf surəsində Allah Teala buyurur, onlar ki, əməl dəftərləri onlara veriləcək, deyəcəklər, ilahi, bu nə kitabıdır vermirsən? Sən burada nə balaca saxlamısan, nə böyük saxlamısan. Bacardığımız qədər gerək diqqətli olaq da, sağa sola baxmısan, onu da yazıblar. Bir söz demirsən, birinə bir dənə, düz demirsən, əyri demirsən, xəttinə dəymirsən, acığına gəlir, filan, yersiz ya yerli, görürsünüz. Nə qədər dəqiq və mühüm məsələdir ki, insandan soruşacaqlar. İkincisi, uzatmayaq. İkinci nədir? Ən şəbabi, cavanlığından soruşacaqlar. Cavanlığından soruşacaqlar. Ən gözəl sərmayədə cavanlıqdır. Cavan deyəndə nəzərimizdə bu gəlməsin ki, 15-20 yaş. Onlar cavan sayılır. Cavan odur ki, yəni günah, o ki deyir, cavanlığından soruşacaqlar. Yəni, ibadəti lazımınca eləməyi bacaran yaşdır. Yəni, günah eləyə biləcək güclər üstündədir. Günah eləyə biləcək haldadır. Bax, o cavanlığından soruşacaqlar ki, bu Allah Teala ki, istəyirdi səndən cavanlığında sən tövbəkar olasan, cavanlığında bu günahları eləməyəsən, cavanlığında Allahın istədiyindən olasan, onu soruşacaqlar. Axı, necə olur? Biz şeytanın istəyi ilə, ya nəfsimizin istəyi ilə deyirik ki, cavanam da mən filan işləri görün məsələ. Necə olur? Bunu özümüzə deyirik. Allah deməyəcək ki, cavan idin, niyə o cavanlığı mənə sərf eləmədin? Mənə niyə sərf eləmədin o cavanlığı? Buyurur, cavanlığından soruşacaq. Nə qədər savabı, əcri var cavana? Nə qədər qiymət var cavana? Çoxdur, həddindən artıq. Neçə yerdə hədislərdə var, Allah bəla vermək istəyər cəmiyyətə, cavanlara görə verməz. Mömin cavanlara görə verməz. Şəhidlərin məqamı haqqında nə qədər eşitmişsiniz, düzdür. Şəhidin hər nə qədər günahı olsa, birdən tövbə elədi, getdi, şəhid oldu. Allah Teala deyər, həqqünnası da olsa mənim boynumadır. Həqqullahları keçirəm, heç həqqünnasıları da mənim boynumadır. Ki, mən onun cübran edəcəyim, əvəz edəcəyim, ödəyəcəyim. Allah bizi şəhid edir. Amma Əli əleyhissalam bir cavan bir mömin üçün nə deyir? Deyir, o cavan ki, özünü günahdan qoruyur, o cavan ki, özünü saxlayır, onun əcri şəhadət meydanında 70 dəfə şəhid olan, 70 dəfə şəhadət şərbətin dadandan üstündə onun əcri Allah'a. O cavan ki, özünü günahdan saxlayır. Əli əleyhissalamın sözüdür ya. Niyə? Çünki o şəhid meydanda bir dənə vururlar, ölür məsələn. Şəhid olur. Hələ hədislərdə var, başı yerə dəyməmiş, qorunun diz üstünə düşər filan. Amma bu cavan gündə neçə dəfə ölür. Neçə dəfə öz nəfsini öldürür. Cavandır ya. Hər şey təravətində, öz həddindədir və ağzın açıb günahlar insanın üstünə, o mövqeydə özünü saxlayır. Özün o günahdan uzaq edir. Eşitmişsiniz yəqin ki bunu, desəm də bir qəbahət olmaz. Allah Teala, mən bunu deyim ki, yaşlılarımız birdən inciyərlər bizdən, onu da deyim.
yaşının da öz əcri var, özünə məxsus əcrləri var. Allah Taala onlara nələr qismət edib. Onlar da bir vaxt cavan olublar, sonra gəlirlər o həddə çatırlar. Mərifət Allah onlara datdırır deyilən. Hədislərdə onların da öz şənləri var. Amma cavanla onun arasında nə qədər fərq var? O nə qədər mübarizə aparır günahla, bu nə qədər mübarizə aparır günah. O nə qədər cəhd edir günaha tabi, əsir olmasın, bu nə qədər cəhd edir. Əlbəttə şeytan hər kəsən öz yolunu yaxşı bilir, bunu da yaddan çıxartmayaq. Qocanı öz yolu ilə, cavanı da öz yolu ilə. Hərəsi üçün özünün bir teoriyələri var şeytan. Amma cavan bir başqadır. Ona görə bir gəlmişdi, qoca yaşında, 80 yaşında, mollanın yanına, Müslümanla mən tövbə eləməyə gəlmişəm. Eşitmişsiniz da bu sözü. Molla sonra ki, nəyi tövbə eləyirsən, ondan deyir, bəs zurnaya tövbə eləmək istəyirəm. Molla deyir, bəyəm, haramdır bəyəm, gedir, zurna onunla məşğuldur. Günahdır, bir şey deyir. Deyir, axı, mən eşitmişəm, haramdır. Deyir, yox, eşi günahdır. Ged, işinlə məşğul, halaldır. Bu day görür molla, ya indi necəsə deyir, axı day dişlərim tökülüb də, day bununla istifadə eləyə bilmirəm bundan, hə, molla deyir, hə, qocalanda dişlərin töküləndə gəlmirsən, deyirsən ki, tövbə edir. Amma cavan o cür deyir, cavan o şəkildədir. Təsəvvür bir dənə qoca qadın deyir ki, məsələn, 80 yaşı var, deyir ki, mən day hicaba keçirəm bu gündə. Keçməlidir ya, vacibdir, demirik ki, keçiriz. Amma day sənə baxan yoxdur ki, düzdür. Amma cavan bir qız hicaba keçdi, gör, nə boyda iş gördü. Gör, nə qədər naməhrəm gözün özündən çəkdi, nə qədər özünün vasitəsilə günah qazandırırdı bu adam. Öz vasitəçiliyi ilə, bir dənə vücudunun vasitəçiliyi ilə nə qədər günah qazandırırdı bu. Amma bağladı, nə qədər gözlərinin günahın, bir nəfər gündə 10 dənə günah edirsə, bunu ilə oldu 9. O da ona görə deyir, cavanın ömründən soruşacaqlar, cavanlıqdan soruşacaqlar. Hədislər çox da olardı, vaxt aparmağa ehtiyac yoxdur. Axır bir dənə hədis deyirəm, o da budur ki, Allah Taala cavanın tövbəsini lap tez qəbul eləyər. Lap tez qəbul eləyər. Elə ağzını açacağın ki, ilahi mən peşmanam, Allah o dəqiqə qəbul eləyər onun tövbəsini. Çox tez qəbul eləyər. Çünki Allah Taala onun vəziyyətini neyir? Başa düşür. Salavat edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Üçüncü budur, ən malihi. Malından soruşacaqlar. Ən malihi. Hardan qazandın, harda xərclədin? İstəmirəm təfərrüatını danışma, mühüm mətləblərə işarə eləmək istəyirəm ki, həm sizin zehniniz yayınmasın, həm də vaxtı çox tutmayaq. Bu halal qazanmaq haqqında çox eşitmişsiniz. Halal qazanmaq, hardan qazanmaq, halal qazanmaq. O tərəflərin işim yoxdur. Bunu məhzərinizə ərz edim ki, elə hər dəfə də deyəndə bunu çox deyirəm ki, daha çox təsir bu qoyur elə adama. İnsan birdən əgər öz qədrini bilmirsə, indi tam öz qədri bilmədi, özünə bivec oldu. Heç olmasa gərək insan özündən sonrakının qədrini bilsin ki, sənin o haram yeməyin, hələ yedirtməyin qalsın qırağa. İndi birdən vicdanlı olarsan, deyərsən ki, yedirtməyəndə, o uşağı haram yedirtməyib. Amma özün ki o haramı yeyirsən, sən elə bir təsir qoyursan öz sülbündə. Sabah o uşaq əgər əyri çıxsa, sabah əgər o ziyan avər olsa birdən, onda demək ki, niyə belə çıxdı mənim qabağıma? Çox təsirlidir bunlar. Ayətullah, fəzlullah, nuri, rəhmətullah əleyh. Deyirlər, bu ağa həmişə bir keyf gəzərdi. Qəmli. Bir dəfə soruşdular ağadan ki, ağa, sən niyə bir keyfsən həmişə? Ondan bu cavab verdi, dedi, mən bu uşaq ki dünyaya gəldi, oğlun göstərdi. Dedi, bu uşaq ki dünyaya gəldi, mən apardım bunu, qoydum süt anasının yanına. Apardım, qoydum süt anasının yanına. 2 il qutardı, uşağı ayırdım sütdən. Sütdən ayıranda bildim ki, bu uşağın həmən o süt anası nasibiymiş, Allah lənət eləsin. Əhl-i beytin düşməninə nasibi deyirlər. İmam düşməninə nasibi, söyən imamla düşmənçiliyi olanın nasibi. Bildim ki, bu qadın nasibiymiş. İndi mən o nasibidə ondan işim yoxdur ya, deyir. Buna görə halım pisdir ki, bu uşaqdan adam olmayacaq. Baxmayaq ki, mənim sütümdəndir ya, amma bundan adam olmaz. Çünki onun sütünə haramla qidalanır bu.
day mənbərdir deyə bilmirəm də bəzi sözləri. Elə də deyir oldu. Ayətullah Fəzlullah Nurini Təbrizin meydanında asanda həmin o oğlan əl çalırmış. Bu haramın təsiridir. Bu haramın insan ruhuna vurduğu zərbələrdir. Ki o haramdan ki qazanırsan, yiyirsən, hələ cavansan, heç evli də döyürsən, ruhunda nə oyunlarda çıxır orada. Ondan sonra o sülbə keçdi, xasiyyət əmələ gətirdi, ötürüləcək övlada. Ondan sonra o da başqa cür olacaq. Görürsünüz? Bu tərəfi ilə deyəndə daha çox təsir qoyur cəmiyyətə. Möminə məxsusən təsir qoyur ki, əvvəla yemə haramdır ki, bunlara görə Allah yanında cavab verəcəksən. Ondan sonra da yiyirsən, özündən sonrakilərin halın başa düşür. Mərhumun adı yadından çıxıb böyük alimlərdən kitabında qeyd edir. Bir nəfər mömin ziyarətə gedir, uzaq bir yerə, bir şəhərdə qonaq olur, özündə də çoxlu pul olur. Deyir, bir məclis qururlar, bir rozaxan, bir gözəl roza deyir, cəmaatı ağladır. Bu deyir, bu çox mömin adamdır. Mən də ki, burada qəribəm, bu başqa-başqa ziyarətlərə gedəcəyəm, bu pullarımı qoyun bunun yanında, çıxım gedim. Çıxım gedim, ziyarətimdən sonra gəlib alaram pulu mən bundan da. Bu əmin adamdır da, bu cürlə təqvalı adamdır, belə cəmaatı da ağlatdı filan. Hələ özü də qəribdir ya bu şəhər. Pulları verir buna, ondan hərəkət edir, gedir. Bu da qəbul edir pulları. Gedir ziyarətini edib qaydanda pulları bundan istəyəndə, deyir ki, mən səni tanımıram, sən mənə pul verməmsən. Qəribdir da, kimədisin? Qaldı da, əlim yandı da, vətənə də qayda bilmir, qara qəpiyi yoxdur. Neynəsin, neynəsin? Gecə yuxuda görür ki, get şəhərin cami məscidinə. Yəni, hamının orada toplaşdığı yerdir. Həftədə bir dəfə hamı oraya yığışır. Səhər qapının ağzında dayan, məscidin axundu gələcək. Dərdimi danış ona. Bu səhər gəlir, birinci gün utanır, ikinci, üçüncü gün axır yaxınlaşır. Dərdini danışır ona, deyir ki, bəs budur, vəziyyət belədir. Burada alladıblar məni. Bir darıxma. Cümə günü bu çıxır mənbərə, xütbəsini eləyir və gətirir sözü bu yerə ki, mən bir nəfərdən bazarda al-ver elədim, bir damcı azca borcum qalmışdı. Dedim mənə, axund, bu nə söhbətdir? Get sonra verərsin. Dedim, hə, yaxşı. Getdim, üstündən bir neçə gün keçdi. Gəldim, bunun borcunu qaytarım bazara, gördüm, dükan bağlıdır. Dedim, bu dükanın yiyəsi hardadır? Dedilər, dünyasını dəyişir. Mən də bunun heç vərəsatını da tanımıram. Ya, vərəsatı da heç yox imiş. Axır da bilmədim, neyniyim. Bu pulları attım bunun dükanına. Dedim, vərəsələri olsa da birdən, kimdə olsa gələr, götürər pulu. Gəldim evə, axşam yatmışdım. Yuxuda gördüm qiyamətdir. Yuxuda qiyamətdir. Məhşərdir. Mən bütün soru-sualdan keçmişəm. İndi çıxmışam sıratın üstünə. Sırat da haradadır? Cəhənnəmin üstündədir də cənnətə. Türklərin nazı idi. Kimlər üçün? Kafir olanlar üçün. Poladdan bərkdir. Kimlər üçün? Möminlər üçün. Deyir, mən elə sıratın üstündən çıxmışdım. Namaz sifetaforunu keçdim, oruç sifetaforunu keçdim, silə-i rəhim, xumus, zəkat hamısını keçdim. Elə çata-çatda bir də gördüm bir nəfəri. Yana-yana çıxdı sıratın altından. Dedim, yaxşı yerdə axşamlamışam. Bu kimdir belə? Özüm tanış elədi, dedi, mən filan kəsən, mən belə borcum var. Mən öldüm, borcum qaldı mənə. İndi onu qeytər mənə. Bu deyir, aton yaxşanı o yaxşı, burada nə qeytərim mən sənə? Filandan istədi, vermədim. Onlar o birisi əməllərdən istədi, vermədim. Bir istədi, vermədim. Mənə axırda dedi ki, gəl qucaqlayım səni. Dedi, yox, kül eləyərsən məni. Dedi, heç olmasa bir dənə əlimi batırım sənin sünövə, biraz sərinliyim mən. Deyir, gördüm da çıxış yolum yoxdur, dedim ki, əli batırsın. Yuxuda yuxusun danışıram. Yuxuda deyir, əlim batırdı mənim sinəmi. Əlim batırdı sinəmi, mən yuxudan ayıldım. Yuxudan ayırdım elə bunu deyəndə yaxasını açıq cəmaata göstərir ki, bunun əlinin izi sinəsindədir, yandırıb sinəsində. Bax, bu mal
burada elə hesab kitabını inşallah alıb o tərəfə qalsa çox çətin olacaq. Ona görə halal ruzi, halal nemətə çox diqqət etmək lazımdır. Bu üç. Dördüncüsünü də salavatdan sonra deyər inşallah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Nəhayət dördüncüsü də budur ki, hubbuna əhləl beyt. Peyğəmbər buyurur ki, dördüncü budur ki, əhl-i beytin məhəbbəti. Bizim sevgimizi soruşacaq. Qiyamət günü Hüseyn məhəbbətini soruşacaqlar, Əli məhəbbətini soruşacaqlar, Fatimə məhəbbətini soruşacaqlar. Bu məhəbbət gərək olsun məbəddət. Məhəbbət odur ki, insan mən filan kəsi sevirəm. Əlbəttə dəyəri var ha, belə deyir ha. İmam Hüseyn əleyhissalam, Əhl-i Beyt əleyhissalam bir şəxsiyyətdilər ki, bir məhəbbət olsa birdən onlara qarşı, adi bir məhəbbət, beduni əməl, onun da Allah yanında əcri var. Amma bir həddə olmalıdır ki, bu məhəbbət səni cəhənnəm əzabından qorumağı bacarsın. Məvəddət olsun gəlir. Yəni necə? Sevirəm, sevdiyimin itaətindəyəm. Baxız, bir, sevirəm. İkinci, sevdiyimin itaətindəyəm. Üçüncüsü, sevdiyim kəs kimi sevirsə onu sevirəm. Dördüncü budur ki, sevdiyim kəs hər kəsə nifrət edir, mən də nifrət edirəm. Yəni, düşməndir, mən də düşməndir. Bu şərtlər olmalıdır. Əlini də sevirəm, Muaviyyəni də sevirəm. Bu məhəbbətə bir şey verməyəcək. Yaxşı? Bu məhəbbətə bir şey verməyəcək. Əlini də sevim, nəvzəm billah, dilə gətirmək istəmir adam heç. Bəs Əhl-i Beyt əleyhimussalama məhəbbəti soruşacaqlar. Əhl-i Beytə sevgin var idi ya yox? Hüseyin aşiqlərindən idin, məhəbbət sahibi idin, bu şəxslərə qarşı yox. Sevdiklərindən idin ya yox? O qədər əcirlər veriblər. Böyüklər həmişə bu cür olublar. Böyünün qapısına hər kəs gedən, balaca şeylə qayıtmaz. Yadca gəlin Şəhriyarın məsələsini danışmışdım sizə. Üləmadan biri deyir, mən Şəhriyarı cənnətdə, yuxuda gördüm cənnətdə bir qəşəng bir qəsri var, villası var. Gözəl bir dənə villa veriblər, çaylar, ağaclar, hurilər falan da yeri cənnətdə də belə deyək. Dedim, kimindir bu? Dedilər, Şəhriyarındır. Dedim, əcəb. Yəni, şairi gönlə veriblər. Şairdir, dedi. Qələm götürüb yazıbdır, neyinib bəyəm. Elə bunu deyir, dedim, gördüm pəncərələri açdı, başladı mənə bu sözü demək. Boro ey gedai miskindəri xanəyə ərizə, sönəciyini padişahı, dəhəd əz kərəm gedara. Yəni, gedib ey yazıq dilənçi qapısını döysən əlinin ki, üzük verib şah eylər kərəm eylə hər gedam. Demə, əli qapısı dövmüşəm, neyəcə daxma versinlər mənə. Şahdan şaha layiq bir şey alırlar da. Əhl-i Beyt əleyhimussalam bir şəxslərdirlər. Allah Taala'nın ovsafı ilə vəsifləniblər. Söhbəti başqa yer aparmaq istəmirəm, ha? Bir dənə söz var. Özün Allaha yapışdıranlar, özün Allaha qovuşduranlar bir yerə gəlib çatırlar ki, Allah öz sifətlərindən verir onlara. Allahın sifətlərindən biri nədir? Rəcəb ayının duasında oxuyursunuz bunu. Ya mən yu'til kəfirə bil qəlil. Ey, o kəs ki, azın müqabilində çox şeylər verər. Əhl-i Beyt əleyhimussalamda bu cürüblər. Az bir iş görərsən, elə böyük əcrlər verərlər, elə böyük məqamlar verərlər, gəl görəsən. Bir dəfə Kərbəla ziyarətini oxumuşdum qulluğuza. Burada İmam Sadiq əleyhissalamdan ki, bir dənə ziyarətə imam nə dualar edir? Ki, biri gedir Kərbəlanı ziyarət edir, imam necə dualar edir onun üçün? Nə sözlərdir ona? Həmən o sahabə deyir ki, mən əgər bu duaları sənin ağzından bir kafirin haqqında eşitsəydim, o kafirə inanırdım ki, da cəhənnəm o kafiri tuta bilməz. Sən bunu halbuki şiyyən üçün eləyirsən, İmam Sadiqə deyir. Nə uzunluqda bir dua idi. Və axırda dedi ki, bu dualar nədir ki, görü səmada nə dualar olunur, hələ İmam Hüseynin ziyarətçisinə. Balaca bir əmələ böyük şeylər verilir. Ya o bir göz yaşı, mən bəka, o əbka, o təbaka vəcəbət ləhul cənnət. Kim ağlıya, ağladı, özünü ağladanlara oxşada, cənnət ona vacib olur. Qiyamət günü olar, sözü da qutarmışam. Qiyamət günü olar, insanlar dəstə-bədəstədirlər orada. Cəhənnəmə aparılanlar. Cəhənnəmə aparılırlar. Bunların bir dəstəsi dünyada necə
baş qaldırırlar, Allaha üsyan edirlər, cəhənnəmə gedəndə də üsyanla gedirlər. Neçə dəstədlər ha? Hələ çox uzun dəstədlər olar, neçə növə yerə bölünür. Cəhənnəmə gedə-gedə yenə Allaha üsyan edib gedəcəklər. Allah lənət olsun. Kafir. Bunlar hədislərdə var. Deyəcəklər, bu Peyğəmbər keçəndə cəhənnəmin içindən deyəcəklər, tez keç buradan Peyğəmbərə deyəcəklər ki, səni görmək bizim əzab, cəhənnəm əzabından artıqdır bizim. Belə insanlar var. Allah lənət olsun. Bir qism olacaqlar, deyəcəklər ki, biz günah eləməmişik, bizi nahaq yerə siz müttəhim edirsiniz, bu cür olacaqlar cəhənnəmə gedən. Bir qism qışqıracaqlar, bir qism bırınları üstündə aparılacaqlar, bir qism sürdə-sürdə aparacaqlar. Bir qism də olacaq günahkarlar ki, bunlar şayəstəyə cəhənnəmdilər, cəhənnəmə getməlidirlər. Amma bunlar o cür günahkarlardan dörlər, elə peşman günahkarlardandırlar ki, peşman olublar, bunlar aparırlar cəhənnəmə. Mələklər bunları aparırlar cəhənnəmə, bunlar deyir da boyun qaldıra-qaldıra getməzdir. Bunlar başların aşağı sala-sala gedərlər. Cəhənnəmə çata-çatda Xudabənd mütəal deyər, bunları saxlayın. Aparmayın bunlar cəhənnəmə. Mələklər deyər ki, ilahi, səbəb nədir? Niyə atmayaq bunu cəhənnəm? İmam Sadiq deyir, abi hədisi ya. Allah Teala deyər ki, bunun bir dəyərli bir şeyi var. Dəyərli bir şey var. Dünyada o işi görüb. Ona görə bunu atmıram mən də, bağışlayıram mən bunu. Keçirəm bunun günahını. Əfv edir. Allah nə bilim, rəhməti töküb də nə qədər var. Ustadımız deyərmişəm. Behişt bahaydı, bəhalıydı. Allahu Ekber. Soruşarlar ki, la, neyini bəyəm? Mələklər bir dənə şüşə gətirərlər, yaxınlaşdırarlar bu həmən günahkara. Deyərlər, bunun içində elə dəyərli bir şey var ki, bu cəhənnəm odunu söndürər bunu, həməni dəyərli. Soruşarlar, ilahi, nədir onun içində? Deyər, bu İmam Hüseyni ağlayıb. Bunun göz yaşıdır. Bunun göz yaşıdır. Hüseyin üçün töküb bu göz yaşını və bu göz yaşı onu cəhənnəmdən xələsir. İmam hədisi devam edir. Söz elə buradadır ya. Bəzilər deyərlər ki, Allah, ilah, biz də Hüseyni ağlamışıq. Ondan deyərlər ki, ona şəhadət verməyə bir səbəbimiz var ki, ya şahid yansın sizin kimi ağlamışsınız. Bunlar öz kibriklərini göstərirlər, deyərlər bu kibriklər şahiddir ki, biz Hüseyni ağlamışıq. Allah deyər ki, bunlar düz deyirlər. Ki, bunları aparmayın cəhənnəmə. Görürsən, Həzrət Əbu Abdullah Hüseyin kimdir? Nə əzəmətdə bir şəxsiyyətdir. Nələr əta edir. Segidim danışdı da, xanım Fatimə Zəhra gör nə edir kimi, hara aparır. Bugün köç günüdür. Əsirləri aparırlar Kufədən Şama. Kufədən Şam'a gedirlər. Çəkildi Şam'a. Qatar Zeynəb. Şam'a gedirlər. Necə gedirlər? Zəncirləniblər. Ayaqdan zəncirləniblər. Əldən zəncirləniblər. Beldən zəncirləniblər. Mindiriblər dəvələrə. Lüt dəvələrə. Lüt dəvələrə. O halda aparırlar. Yıxılırlar. Dururlar. Qəmçilənirlər. Döydürlər yollarda. Bir hal danışın mənzərinizə. O da Kufəyə gedəndə baş verdi. Hamı şəhid olmuşdular. Hamı şəhid olmuşdu. Xeymələri də otladılar. Qız gəlinləri qovdular o yan bir yana.
Gəldilər, bunları mindirsinlər, dəvələr aparsınlar İbn Ziyadın yanına, küfrə yapmasınlar. Xanım Zeynəb gəldi qabağa, dedi ki, əl vurmayın, Əhl-i Beytin xanımlarına əl vurmayın. Naməhrəmsiz, biz özümüz mindirək bunları dəvələr. Ümmü Külsümü çağırdı xanım Zeynəb. Ümmü Külsümlə bir yerdə qızları mindirdilər dəvələrə, gəlinləri mindirdilər dəvələrə. Balaları mindirdilər dəvələrə. Axırda Ümmü Külsüm qaldı. Ümmü Külsümü də xanım Zeynəb mindirdi dəvəyə. İndi Şah-ı Mərdan özü tək qalıb. Şah-ı Mərdanın qızı Zeynəb tək qalıb. Kim mindirsin Zeynəbi dəvəyə? Səncə üzün hara tutar? Kimə nə deyər? Üzün tutdu Həzrət Əbəlfəzə, üzün tutdu Əli Əkbərə, üzün tutdu İmam Hüseyin. Dedi, neçə gün bundan qabaq, mən Kəcavədən düşəndə ya minəndə Kəcavəyə, birimiz sağımdan tuturdunuz, birimiz solundan tuturdunuz. İndi mən qalmışam tənha, heç kim yoxdur mənim bildirsin dəvəyə. Səvar oldular, Küfədən hərəkət edirlər Şam'a. Küfədən hərəkət edirlər Şam'a. Şamın yolunda gördülər Həzrəti İmam Hüseyin əleyhissalamın başı dayandı, hərəkət eləmədi. Nə qədər istədilər başa təkan versinlər, baş getsin, baş getmədi. Gəldilər İmam-ı Səccaddan soruşdular ki, atomun başı niyə hərəkət eləmir? İmam bəziləri deyirlər, gəldi başın qabağında dayandı, imamdan örgəşdi ki, niyə getmir? Bəziləri dedi ki, yox, qızlardan elə biri qalıb, onu imam dedi ona. İmam Səccad dedi ki, qızlardan biri yolda qalıb, ona görə baş getir. Ta o qız tapılmaya, o bala tapılmaya, imamın başı hərəkət eləməyəcək. Bildilər kim qalıb? Rüqəyyə səlamullah aleyha qalıb yolda. Dedilər, bir nəfər geçsin, getirsin Rüqəyyə. Zəcri yolladılar. Allah lənət etsin. Bilmirəm zəcir neynəyib xanım Rüqəyyə. Bilmirəm neynəyib. Xanım Zeynəb deyir, gördüm zəcir atın üstündə gəlir, Rüqəyyə də dalıca qaça-qaça gəlir. Minməyib ata ki, naməhrəmsən, minmərəmsən. Xanım Zeynəb deyir, qolların açdı, balaca qucağıma. Ondan xanım Rüqəyyə deyir, getmədi ona tərəf. Getmədi, yəni küsmüşəm səndən bibi. Mən qalmışam, sən getmirsən, hərəkət eləmişsən. Gəldi, dayandı İmam Hüseynin başının müqabilində. Dedi, ata çox sağ ol ki, getmədin, gözlədin məni. Çox sağ ol, getmədin, gözlədin məni. Amma səndən bir dənə söz deyil. Əgər mən bir də yolda qalsam, zəciri göndərmə mənim qalacaq. Neyniyim görəsən xanım Zeynəbə, xanım Rüqəyyə? Neçə yerdə İmam Hüseynin o kəsilən başı möcüzə göstərib, danışıb, biri də orada danışıb. Ondan bir dil açdı, o başladı İmam xanımla danışmağa. Dedi, mən getmədim qızım, yollarda gözlədim səni, sən axatı. Sən də get Bübün Zeynəbin qucağına, mən axatı. Kərbəla dağ olaydı. Həzrət Əbəlfəzdən mərsi deyədə, Kərbəla dağ olaydı, sinəsi bağ olaydı. Kaş Rüqəyyəni vuranda Əbəlfəz sağ olaydı. Qəhrəmanın vəqrini sındırmıyor. Qolsuz edib, başına daş vurmuyor. Bilirdilər, Rüqəyyəni çox istəyir, Şamə kimi ona sillə vurdular. Əbəlfəzlardasan tez gəl,
Əbəl fəzlardasın tez gəl. Bu qəlbim yandı ay qardaş. Bu qəlbim yandı ay qardaş. Əlim üstündə meydanda, əlim üstündə meydanda. Balam oxlandı ay qardaş. Balam oxlandı ay qardaş. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban əbəl. Səs ver, səs. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban əbəl. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban əbəl. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban əbəl. Bir də denən. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban əbəl. Vurdu hər mələk bir ox, vurubdu hər mələk bir ox. Pozubdu halimi çox çox, pozubdu halimi çox çox. Axır qan dərdə dərman yox, axır qan dərdə dərman yox. Bu nə dövrandı ay qardaş, bu nə dövrandı ay qardaş. Aya bəlfəz, aya bəlfəz, mən sənə qurban bəlfəz. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban bəlfəz. Səsi qaldı qulağımda, səsi qaldı qulağımda. Yanırdı iştiyağımda, yanırdı iştiyağımda. Balam güldü kucağımda, balam güldü kucağımda. Ana gel yandı ay kardeş, ana gel yandı ay kardeş. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban bəlfəz. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban bəlfəz. Bu halən oxuban ağlar, bu halən oxuban ağlar. Ben aldı bu kırar ağlar, ben aldı bu kırar ağlar. Bunu görsen babalar, bunu görsen babalar. Armızı kurbandı ay kardeş, kuzu kurbandı ay kardeş. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban bəlfəz. Aya bəlfəz, cana bəlfəz, mən sənə qurban bəlfəz. Sənin mənim təqəmlərim çoxdur, mənim təqəmlərim çoxdur. Demə ox, necə oxdur, demə ox, necə oxdur. Səfər məkandır ay
Şahidin oğlu Rıbabın nazeli oğlu Rıbabın nazeli oğlu Sana vermem bir ay kardeş Sana vermem bir ay kardeş Sana vermez, sana vermez Ben sana kurbana vermez Aya vermez, sana vermez Ben sana kurbana vermez Sensiyem bu izzeti Allah'ım bu izzeti bu şevketi Allah'ım sen almışam bu sensiyem bu izzeti Allah'ım sen almışam bu izzeti bu şevketi Allah'ım sen almışam senden almışam Bu sensiyem bu izzeti Allah'ım senden almışam Bu izzeti bu şevketi Allah'ım senden almışam Bu sensiyem bu izzeti Allah'ım senden almışam Bu izzeti bu şevketi Allah'ım senden almışam Bu şanlığın sineye bu sende talip olmuşam Anam benim güzel bu sendeyim bir azmışam Bu benim amaneti ağam senden almışam Gezidiler esniler kara çekip savaşmışam Hemen bu kara haleti ağam senden almışam Bu sensiyem Bu izzeti Allah'ım senden almışam Bu izzeti bu şöhreti Allah'ım senden almışam Bu sensiyem bu izzeti Allah'ım senden almışam Bu izzeti bu şöhreti Allah'ım senden almışam Getirme kahraman yolu Çağır hevesle yahu sen Getirme kahraman yolu Çağır hevesle yahu sen Alçın Getirme kahraman yolu Çağır hevesle yahu sen Ki yolda zenge gafile Diyor ceresle yahu Giden nefes seslenir Gelen nefesle yok Ne kadri tane vursalar Utanma sesle yok Denen babaya gayreti Ağlam Hüseyin'den almışam Hüseyin Bu izzeti Allah'ım senden almışam Bu izzeti bu şöhreti Allah'ım senden almışam Bu sensiyem bu izzeti Allah'ım senden almışam Bu izzeti bu şöhreti Allah'ım senden almışam Gözü yoldayan hanı bir gelen Ölürem Hasan, ölürem Hüseyin Yazı sallele getirin kefen Ölürem Hasan, ölürem Hüseyin Zeynep, Zeynep, Zeynep Zeynep, 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 Zeynep,
Hüseyin'e toxunmasın. O yatımda qəbrdə bir kəfən, ölürəm Həsən, ölürəm Hüseyin. Uca! Zeynəb, 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 Zeynəb. Can Zeynəb. Zeynəb, 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 Zeynəb. İki manisim, iki hamdənim, iki afifam, əməsəl sözüm. İki rəhbərim, iki sərvərim, iki dilbərim, iki boysuzum. İki qardaşım, iki sevgilim, biri sağ gözüm, biri sol gözüm. İki nur idi, deyib orada Həsən, ölürəm Həsən, ölürəm Hüseyin.